Salam hörmətli izləyicilər, bugün sizlərə Xırdalan şəhərində Uğur Marketin yanında 4 otaqlı, 2 mərtəbəli, zövqlə təmir olunmuş evimizi çəkib sizlərə təqdim edirəm. Gördüyünüz kimi evimizin geniş, yəni bir maşının rahatlıqla sığa biləcək qədər həyəti var. Çox səliqəli, doğrudan da səliqəli həyətimiz var. Təqdimata başlayıram, baxın belə evin altında. Ev yiyəsi də doğrudan da çox səliqəli insanlardılar. Özləri üçün buranı səliqəyə salıblar, artıq əşyalarını zadı yerləşdirmək üçün. Daxil oluruq evə, evin içərisini sizlərə tanış edim. Ya Allah! Gəl qardaş, gəl zəhmət olmasa izləyicilərimizin nigaran qoymayaq. Doğrudan da gördüyünüz kimi çox, dediyim kimi səliqəli. Yəni köhnə tikilidir, evimiz çıxarışlıdır. Yəni ev sahibləri də hal-hazırda evdə çox səliqəli şəkildə yaşayırlar, səliqəli baxırlar. Daxil oluruq qonaq otağına. Qonaq otağımızı sizlərə təqdim edirəm. Gördüyünüz kimi çox gözəl, səliqəli qonaq otağımız var. Zəhmət olmasa ətraflı izləyicilərimizə təqdim elə. Qonaq otağımızı sizlərə təqdim etdikdən sonra keçid alırıq. Mətbəx hissəsini də sizlərə təqdim edim. Gəl qardaş, zəhmət olmasa. Evimizdə isitmə sistemi kombidir. Keçirik mətbəx hissəsinə. Mətbəx hissəsində də yəni gördüyünüz kimi bahalı əşyalardan istifadə olunub. Mətbəx hissəsindən buradan belə bir kladovka var. Burada çox səliqəli təmin olunub. Artıq əşyalarınızı burada yerləşdirmək üçün yer var. Burada isə belə bir yataq otağımız, əlavə olaraq yataq otağımız var. Zəhmət olmasa gəl qardaş, gəl çək. Belə bir əlavə olaraq otağımız da burada var. Və keçirik sizlərə sanitar qovşağını təqdim edeyim. Sanitar qovşağımızda da yenə dediyim kimi keyfiyyətli materiallardan istifadə olunub. Qalxırıq ikinci mərtəbəyə. İkinci mərtəbədə də yenə əlavə olaraq 3 otağımız və bir sanitar qovşağımız var. Ya Allah! İkinci mərtəbəyə qalxdıqda bizi yenə burada birbaşa bir yataq otağımız qarşılayır. Buradan pəncərəmiz yola baxır. Pəncərəmiz yola baxır.